en azı bir 10 ilde yaşasaydı 105 ilin ki. Evveller adamlar 103 il, 105 il, 110 il yaşayırdı. Ama Allah rahmet eylesin. Bu günləri onun gözəl evlatları qalıb, onu xatırlayan gözəl insanlar qalıb. Belə bir deyim var ki, deyirlər ki, insan o vaxt ölür ki, onu xatırlayan sonuncu insan dünyasını dəyişir. Ona qədər sonuncu insan eğer o adamı xatırlayırsa, onun ruhu hələ pərvaz edir. Sonuncu insan öləndən sonra isə o göylərə çəkilir, əbədiyyətə qovuşur. Bugün Xasay müəllimin ruhu bizim başımızın üstündədir. Və Allah ona rəhmət eləsin, Allah onun ailəsinə can sağlığı versin, övladlarının, balalarının, nəvələrini xoşbəxt eləsin və onun ömrü kimi qısa eləməsin, uzun eləsin. Xasay müəllimi mən bir qardaş qədər çox sevirdim. Mənim üçün çox əziz bir insanıdır. Xasay müəllimlə tanışlığımız düz 60 il bundan əvvələ təsadüf edir. Mən o vaxt Sumqayıtdakı 13 nömrəli məktəbin 11-ci sinifində oxuyurdum. 8 Mart münasibətilə bilirsiniz ki, bizdə jurnalistlər, ümumiyyətlə əvvəl də, indi də xanımlar haqqında. Amma mən onda xanım deyildim, mən onda bir şagird idim və o məktəbə gəlir. Bizim direktorumuz, Allah ona da rəhmət eləsin, böyük pedaqoq Xeyransa müəllimə və Xeyransa müəlliməyə deyir ki, mən istəyirəm, burada bir deməli, gözəl şeir yazan var, Ofeliya Babayeva 11'də oxuyur və məni orada dəvət elədilər. Xeyransa müəllimin otağında bir əskər kimi dayandım, gördüm çox yaraşıqlı, həlim simalı bir kişi və Xeyransa müəllimə tanış elədi ki, Sumqayıt qəzetinin redaktorudur. İndi siz onunla danışarsınız, şeirlərinizi verərsiniz və beləliklə bu şeirləri əlbəttə ilk şeirləridir, şeir demək hələ çətin idi. Amma Xasay müəllim onları qaydaya salıb və şəklimlə bərabər Sumqayıt qəzetində, səhv eləmirəmsə, ya martın 5 idi, Sübhan müəllim bilər, onların arxivi var, orada baxa bilərlər. Ya 5 idi, ya 3 idi, dəqiq yadımda qalmayıb çıxdı. Və o gündən sonra özümü çox qürurlu hesab elədim, şair hesab elədim. Ancaq bugün də özümü heç şair hesab eləmirəm. Bugün mən özümü müəllim hesab edirəm. Sumqayıtı sevən bir fədakar insan hesab edirəm. Çalışıram Sumqayıtda olan hər bir insana kiçicik də olsa mənim bir yaxşılığım dəyilsin. Bu mənada Xasay müəllimlə biz ümumi fikirdə olan adamlarıdır. O illərdə Solmaz xanım da 13 nömrəli məktəbdə oxuyurdu. Mən Solmaz xanım haqqında bir-iki kəlmə deməsəm olmaz. Çünki Solmaz xanım belə indiki kimi, ancaq indikindən də gözəl idi, son dərəcə gözəl bir qız idi. Bacısı özündən də rəhmətli ki, gözəl idi. İkisi də gözəl idilər. İndi bacısı dünyasını dəyişib və o vaxt deməli 65-ci illərdə Arşın Malalanın yeni versiyası çəkilirdi və Sumqayıta gəlib qızları seçirdilər ki, kimi və biz eşitdik ki, Solmazı seçdilər. Solmaz da yenə deyirəm, son dərəcə gözəl bir Türk qızı idi. Sonralar təəssüf elədi ki, çəkilmədi. Xeyransa müəllimə, mənim anamla rəfiqə idi, bizə gedib gəlirdi. Anam soruşdu ki, Solmazı niyə çəkmədilər? Solmaz çox gözəl qızıdır. Dedi ki, valideynləri qoymadı onu kinoya çəkilsin. Çox təəssüf edirəm. Bugün Leyla Şıklinskaya da çox gözəldir. Amma sizi inandırım, Solmaz ondan da gözəl idi və mənə elə gəlir ki, o kolorit daha çox, bəlkə də Arşın Malalan düzdür, çox uğurludur, ancaq Solmazla daha uğurlu ola bilərdi. Sonralar Solmaz da şiir yazırdı o illərdə. Bəlkə də Xeyransa müəllimə desəydi ki, Solmazdan yaz, o məhəbbət daha öncə başlayardı. Çox təəssüf ki, hər şeyin bir vaxtı, məqamı var. Sonlar mən müxtəlif vaxtlarda da Xasay müəllimlə görüşdüm. Bu görüşlərdə bizim yenə poeziya haqqında, şeir haqqında söhbətlərimiz olurdu. Və günlərin birində mən o vaxt təhsil şöbəsində işləyirdim. Nəyə görəsə mənim yanıma gəlmişdi. Deməli, Solmaz xanım da o vaxtları Xırdalanda təhsil şöbəsinin müdürü işləyirdi, səhv eləmirəmsə. Amma ikisi də bir gəlmişdilər. Artıq mən eşitmişdim ki, onlar ailə qruplar, bu böyük bir məhəbbət idi. Bu məhəbbəti qarşısı alınmaz bir məhəbbət idi, sevgi idi. Kim nə deyir desin, dünyada bayaq mən Rafiq müəllimlə də söhbətimdə dedim, bir qismət var, bizi idarə edən bir qüvvə var.
və o qüvvənin əleyhinə çıxmaq qeyri-mümkündür. Bizi o Cəfər Cabbarlının hansısa piyesində indi yadımdan çıxdı, deyir, hər binanın bir bənnası, bir ustadı var ya yox. Cəfər Cabbarlı gizli şəkildə onu, yəni Allah haqqında deyirdi ki, bizi yaradan var, biz yaranmışıq və yaradılış imkanlarımız, həyatımız əvvəldən kodlaşdırılıb. Alimlər də bu qərara gəliblər. Bilirsiniz ki, 4 aylıq ana bətnində olanda hər bir insanın ömür uzunluğu, ömür yaşı, bütün bunlar yazılır və bunlar yalan deyil. İndi süni intellekt yaradılıb, bəlkə süni intellekt bunu da tapa bilər. Alın yazısında deməli onlar var. Orada Allahın özünün hansı əlifbanandır onu deyə bilmərəm. Amma hər halda o var. Mən hər birinizə Xasay müəllimin ömrü qədər yox, ondan da çox ömür arzulayıram. Və Xasay müəllimin müəyyən vaxtlarda ona qarşı haqsızlıqlar olunurdu. Və bu haqsızlıqların qarşısını özü də alırdı, amma çox yaxın dostları da var idi. O dostlarla oturub söhbət edirdik. Kimdir bu dostlar? O dostları Məmməd Aslanıdı, o dostları rəhmətlik Ağəddin Mansurzadə idi, Zülfiqar Qodmanlı idi. Biz onlarla da birlikdə görüşürdük və Xasay müəllimin bağ evi, geniş bir bağ evi var idi. Bilmirəm, Solmaz xanım indi, mən sizin başqa bağ evinizdə olmuşam, o bağ evi durur yəqin ki, çox yaxşı. Orada görüşərdik və hətta deyirdim, nə yaxşı qalırsınız burada, deyir, yəni Solmaz sağ olsun, deyir, elə bura sənə Qubadlının Məzrə kəndi kimi hesab elə buranın, çox gözəldir və xırda köməkliklərini o çox yüksək qiymətləndirirdi. Zülfiqar Qodmanlının vaxtsız ölümünə o bir poema həsr eləmişdi. Poemanın adı Axırıncı Görüş idi və orada mənə ayrıca da şeirlər həsr elədi. Həmin Axırıncı Görüş poemasında 8 misralıq bununla qutarıram sözümü. Bu fani dünyada, yalan dünyada qaradır bir günüm, ağdır bir günüm. Bir şair bacım var qalan dünyada, qalmayıb dünyada daha heç kimin. Qovğalar içində ağardı başım, dərd mənə güc gəldi, qəm məni sıxdı. Mənim Ofeliyam, o qız qardaşım, kişi dostlarından vəfalı çıxdı. Arzu edirəm kişilər də, qadınlar da dostlarını çox sevsinlər və heç vaxt onlara vəfasız çıxmasınlar. Sizlərə can sağlıq arzulayıram. Şınan aralarında yaman bağlıdı. Bu kervan körlüğün uçağı itip, gördüm kapını çoktan bağlıdı. Kıvır başlanın aşağı itip, sırlar yüzüne lakin, asılsa asıla derdir yüzüne. Kara dövürde bende değişkin, ölen işlermiş erdir yüzüne. Ah bir yerlere gelirken malın, ölen fikleri ölmeyecek. Boşalan doğur, çekme kapıslarına, bağlı mezarları kapsolur. Il təşnəyəmsən. Mən çatacağım 2000-ci ilə. 2000-ci il təşnəyəmsən. Yatsan yuxuma da girməzdi ki, Xasay müəllimin 95 yaşı tamam olan yubiley məclisində iştirak edəcəm. Şəkillərə baxıram, baxdım orada. Təbii ki, bütün şəkillər yox idi orada. Müəyyən şəkillər var idi. Ofeliya xanım dedi, bayaq söhbət eləyirdik. Talih məsələsindən söhbət eləyəndə mənim yadıma adını unutduğum, amma sözünü unutmadığım Rus şairinin bir misrası düşdü. Deyir ki, şairin karyerası olmur, şairin taleyi olur. Xasay müəllim öz taleyinin şairiydi, öz ömrünün şairiydi. Mənim yadıma düşür, onunla ilk tanışdığım illərim. Mən Pedaqoji Universitetdə oxuyordum 66-cı ildə, cavan uşaqdım, 16 yaşım var idi. Qohumlarım Ofeliya xanım yaxşı tanır, buradaydılar deyə mən
Buna da gəlib gedirdim, Sumqayıta da gəlib gedirdim. Mətbuatda çap olunurdum ara sıra. Tək-tük şeirlər də, uşaqdım da, 16 yaş, 17 yaş. 18 yaşında Xasay müəllimlə tanış oldum. Səbəbi də nə idi, necə idi? Əvvəla getdim Sumqayıt qəzetinin redaksiyasına, içəri girdim, sağ tərəfə girdim, qapını döydüm, soruşdum, gördüm Xasay müəllim deyil, Xasay müəllim sifətdən tanıyırdım. Demişdilər ki, odur. Mən bu kişidən soruşdum ki, burada şeir şöbəsi haradadır, biraz gümüşan kimi oldu. Dedi, bura İstehsalat qəzetidir, şeir şöbəsi nədir, filan nədir. Sən demə, bu Qumru müəllimmiş. Ramiz Tapdılov, sonra adını dəyişdi. Girdim ora, şeirlərimi oxudu, bir şeir götürdü, çap elədi, Bağban adında bir şeirdi, 68-ci ildə. Sonra mənim üçün maraqlıdır, bu kişinin sorağına gəlmişdim axı mən bura, bunu tapa bilmədim. Qismət oldu, bibim oğlu məni, indiki teatrın binasında, Eska klubu deyirdilər orada. Dedilər ki, burada şairlərin bir dərnəyi olur. Mən dərnəyə gedirdim Bakıda. Dayım Xayır Rıza ilə ünsiyyətdə idi, Məmməd Arazla ünsiyyətdə idim. Amma adam elə bir ki, çox yer axtarırdı da, gəlmək lazım idi. Dedilər ki, 16-cı otaq nədir? Bir açar verirdilər, 6-cı gün gəlib o açırdılar o otağı. Xasay müəllim girirdi, içəri girən kimi sigareti yandırırdı, çəkirdi, cəmaat gəlirdi. Başqa söz olmazdı. Dediyi söz buydu. Döşüyün gəlsin, görüm kimin nəyi var. Döşüyün gəlsin, görüm kimin nəyi var. Və adamlar şeirlərini oxuyurdular, fikir deyirdilər. Tanışlığımız oradan başladı. Tanışlığımız oradan başladı. Davam eləyə gəldi. Davam eləyə gəldi. Allah can sağlığı versin, Əşrəf müəllim buradadır. Bir yerdə görüşlərə gedirdik. En çok Xasay müəllimin oxuduğu bir şeir vardı. Cəmaat alqışlarla qarşılayırdı. Heyvanların Beynəlxalq Konqresini. Münsiflər heyətində şir qaldı yana-yana, birincilik verildi çox sifətli insana. Bu şeiri həmişə maraqla qarşılayırlar.